şəkildə 10 metrlik zərbəni görürük. 10 metrlik zərbə zamanı bir çox şeylər eynidir. Yenə də top, qapı dirək və qapı toru necə olmalıdır? Hərəkətsiz olmalıdır. Qapısının üzü harda olmalıdır? Üzü topa sarılır. Amma hələ oxşarların deyim, sonra fərqləndir. Qapıcı və zərbəni yerinə yetirən oyuncudan başqa bütün oyuncular olmalıdır. Zərbə meydançası kənarda, 10 metrlik nöqtədən arxada, bəlkə 6 metrlik nöqtədən arxada deyirik. Bu da ayrı məsələdir. 10 metrlik topdan arxada deyirik. Ən azı 5 metr məsafədə və harda? Oyun meydanı daxildə. Kimsə görürsünüz, qıraqda görə bilmirik. Oyun meydanı daxildə. Hə. Zərbəni buradan aşağı iştirak etmək. İndi gəlirəm biraz fərqlidir. 10 metrlik zərbə zamanı. Bir dənə də bir şey deyim. Bax, tutaq ki, komanda foul limiti neçə idi? 5. 6-cı toplanmış qayda pozuntusu. 6-cı burada olası cərimə meydançası. 10 metrlik verilmir. 6 metrlik verilir. 10 metrlik bu foullar bilirsiniz nə zaman hesablanır? Cərimə zərbəsi ilə baş verən hadisə olduqda. Bax, məsələn, deyirik ki, biz işlərin 3 dənə foulu var. Mən getdim rəqibdən kimisə hərəkəti kontaktsız əngəllədim. 3 dənə 4 olacaq. Xeyr. Çünki o sərbəst idi. Amma deyirəm, getdim rəqibə badala qoydum. 4 olacaq. 4 olacaq. Cərimə zərbəsi ilə təqsirləndirilən bir hal baş verərsə. Və deyirəm, 5 dənəmiz var. Gəldim burada əllə oynadım. Müdafiəçiyəm, əllə oynadım. Cərimə zərbəsi ilə. Nə oldu? 6. Amma harada oldu? Deməli nə verəcək? 6 metrlik zərbə. Olsa zaten orada olan cərimə 6 metrdir. Bəli, ayırsın. Daha 10 metrlik olmur. Aha, 10 metrlik zərbə zamanı qapıcı 5 metr qabağa çıxa bilər. Bax, qapıcının qapı xəttini çıxan da hakim göstərir. Düz orada deyəm. Burada bir dənə xətt var. İndi qara xətt üstünə düşür. Aha. Ora kim gələ bilər? Qapıcı o da qədər gələ bilər. Başdan. Çünki aralarında nə qədər? 10 metr, 5 metr. Aralarında nə qədər qalır? Yox, 5 metr. Bax, 10 metr, bu da 5 metr çıxır. Aralarında nə qədər qalır? 5 metr. Zərbə maksimum 4 saniyə ərzində yerinə yetirilməlidir. 4 saniyədən gec yerinə yetirilsə sərbəst zərbə olacaq. Top birbaşa canlı sərt qurula bilməz. 10 metrlikdə, nə də 6 metrdə canlı sərt qurula bilməz. Top birbaşa qapıya qol vurmaq məqsədinə yanaşmasın. Birbaşa qapıya vurmalı. 10 metrlikdə pas ötürmək olmaz. Yəni topu ötürmək olmaz. 6 metrlikdə olardı, olardı. Amma 10 metrlikdə icazə yox. Birbaşa qapıya vurmaq məqsədinə olmalıdır. Əslində amma Dabanla da vura bilərsən. Hara? İrəli olmaq şərtlə. belə 10 metrlikdə pas vermək daha məqsədə uyğundur. Çünki Məqsədə uyğundur. 10 metr. Bilirsiniz, Məsafə söhbəti var. məsafə söhbəti var. Amma ki, belə deyək də, icazə yoxdur. Nə canlı sərt qurmağa, nə ötürməyə. Birbaşa vurmalısın. Qaydanı belə qoydular. Qapısı 5 metr, amma o 6 metr qapısı ən azı bir ayağa da olmalıydı. Yox, Xəttə. Qapı xəttinin üstündə ya da xəttin arxada yerləşməli idi. Bu da 10 metrlik sual varmı? Təbii ki, bu zərbənin yerinə yetirən oyuncu topa toxunduqdan sonra topa təkrar toxuna bilməz.